Maddə miqdarı, qazların sıxlığı, izaha davam edirik 31-ci testdən. Deməli, 31-ci testdə eynən 30 kimidir. Burada da eyni mol sayda hidrogen, azot və NO qazları qarşılığında NO-nun kütlə payı. Eyni mol miqdarda dediyinə görə biz bunları toplayacağıq. Yəni 28 plus 2 30, bu da 30 60. 60 100% olacaq. Və NO-nun dediyi üçün NO da 30'dur. 30 da yarısıdır. Təbii ki 50% olacaq. Sonra 32-ci sual. Hidrogen və xlor qazlarını hansı həcm nisbətində götürmək lazımdır ki, onların molekularının sayı nisbəti 2-nin 7-yə kimi olsun. Uşaqlar, qazların həcm nisbəti V1-in V2-yə nisbəti neçədirsə, molekuların sayı nisbəti N1-in də N2-yə nisbəti eyni şeydir və həmçinin də μ1-in μ2-yə nisbəti eyni şeydir. Ona görə 2-nin 7-yə əgər həcm nisbəti, daha doğrusu molekuların sayı nisbəti, bunda həcm nisbəti elə 2-nin 7-yə olacaq A variantı. 33 isə belə deyir ki, hidrogen və azot. Hidrogen H2-dir, azot da N2-dir. Bunun emeri 2-dir, bunun emeri 28 və indi bunları ixtisar eləyəndə təbii ki 1-in 14-ə qalır, 14-ə. Və bunları hansı həcm nisbətində götürmək lazımdır ki, kütlələr bərabər olsun. Bunu 14-ə vuracaq, bunu isə 1-ə vuracaq. Yəni 14-ün 1-ə nisbəti C variantı. Keçdik 34-cü testə. 34-cü testdə baxırıq ki, 34-cü testdən davam edək. Burada görürük ki, kütləsini verib X və Y-in, həmçinin mol miqdarını. Mol miqdarları eynidir. Mu bərabərdir, balaca M böl böyük M. Formul belə. Və burada nə deyir bizə? Deyir ki, molar kütlələr. Molar kütlə budur. Mu sabitdirsə, baxın, mu sabitdir, hər ikisində eynidir. Və kütlə molar kütlədən düz asılıdır. Hansının kütləsi böyükdürsə, onun molar kütləsi də təbii ki, böyük olacaq. Deməli, burada X-in molar kütləsi böyükdür, onun molar kütləsi də böyük olacaq. Yəni, belə deyək ki, 60-dır, bu birisi 20-dir. Bunu 3-ə vurmalıyıq ki, buna bərabər olsun. Yəni, Y-i 3-ə vurmaq lazım ki, X-ə bərabər olsun. Ona görə də variant olacaq C. Sonra 35 onun kimi 36, eynən onun kimi 37-ci suala baxaq. Uşaqlar, normal şəraitdə sıxlığını verib. Bildiyimiz kimi sıxlığın formulu rho bərabərdir M böl VM. Yəni, M1 böl 22,4. Burada bizə deyir ki, qazın bir molekulunun kütləsi. Bir molekulunun kütləsi neçə qramdır? Molekulun altından təbii ki, Na yazacaq, qramın da altından emir. Emirimiz isə baxırıq ki, burada emir bərabərdir 22,4 rho, 22,4 rho. Buradan da X bərabərdir 22,4 rho böl Na. Və burada bizdən 2 molunun da kütləsini soruşa, 2 molekulunun da kütləsini soruşa bilər və 3 molekulunun da kütləsini soruşa bilər. Yəni, rho bərabərdir emir böl 22,4, emir bərabərdir 22,4 rhoya və bunu saxlayırıq əlimizdə. Deyir ki, 2 molekulun kütləsi. 2 molekulu neçə qramdır? Na molekulu isə 22,4 rho. Təbii ki, burada da cavab olacaq 44,8 rho böl Na. 39-cu suala baxaq. Deyir ki, bizə normal şəraitdə propanın sıxlığı metan sıxlığından neçə dəfə çoxdur? Propan budur, metan da budur. Bölüb cavabı tapacağıq. Həmçinin 40-cı sualda deməli propanın sıxlığı hidrogen sıxlığından H2 kimi və 44-ü 2-yə böləcək. 41-ci suala baxaq. Bizə deyir ki, deməli, bərabər kütləyə malik birinci və ikinci qabda eyni şəraitdə olan qazların kütlələri bərabərdir. Bunlar bir-birinə bərabərdir.
Demek burada 1/5 S2H6. 1/5 vur. S2H6 30'dur emeri. 30 üstüne gel. 1/5 vur x. 1/5 vur x beraberdir. 3 vur 16. Yani 48 ve buradan x'i tapıram. 42-ci suala baxaq. 1 litrinin kütləsi daha azdır. Baxın, kütləsi daha azdır və emirlərini deməli tapa bilərik buradan. Kütləsi daha azdır nə zaman? Emiri daha az olanda. Və o zaman deməli hidrogeni götürür. Çünki mu bərabər balaca m böyük m, m-lə balaca m düz mütəmsil asılıdır. 43'te de daha çoxdur deyəndə təbii ki, çoxu götürəcəyik. 44'e baxaq. 2,24 litr hidrogen, 2,8 gram azot. Burada mol payı. Mol payı, mol faizi nə deməkdir? Mollarını tapıb, orada hidrogenin faizini tapacağıq. 2,24 litr. 2,24 litr. Bölürəm 22,4 litrə və tapıram 0,1. Tam 8. Bölürəm 28'e. 28'e tapıram 0,1. Ve tabii ki 0,1, 0,1. Yarı yarıdılar diye 50%. Veya bunun formülü var hesaplamak için. Fi beraberdir. Nu 1 böl, nu 1 plus nu 2. Vur 100%. Buradan da nu 1, 0,1 böl 0,1 plus 0,2. 0,1 plus 0,1 eləyəcək 0,2 vur 100. Tabii ki de burada da 50% alınacaq. Ve 45'te yine de mol payı dediği için molları tapıp oradan faiz hesaplayacağıq. 46'da ise bize kütle payı deyir. Kütle payı o demek ki kütleden faiz hesaplayacağıq. Bunların bir kütlelerini tapıp faizini hesaplayacağıq. 5,6 litr CH4, 5,6 litre neçə qramda görək. Və 22,4 litre təbii ki də 16 qram. Buradan x tapırıq. X bərabərdir. Eləyir 4. Sonra 11,2 litre oksigen. 11,2 litre oksigen neçə qramdır? Hansı ki 22,4 litre deməli 32 qramdır. Burada isə eləyir x bərabərdir 16. Deməli 16 qram 4 qram. Cəmi 20 qramdır. Cəmi 20 qramsa burada məsələn metanı tapanda 4 yazırıq surətdə və 100'ə vururuq. Böləcək 5, 100'ü də 5'e böləndə eləyir 20. Biri eğer 20 ise diğeri olacak 80 çünkü cəmi 100'e beraber olacak. Bu da oldu kütle faizi. Sonra keçirik 47'ye. 47. sualda demek burada da mol payını soruşur. Yani molları tapıp sorurdum. Faiz hesaplayacağıq. Bayaqki kimidir. 48 ise eyni mol miqdarda asetilen, metan ve etilenden olan gaz daşının kütlesi 210 gramdırsa. Demek burada eyni mol miktarda değil, x mol tutup ki x mol asitli. Yani asitlen 26'dır. 26x üste gel 16x üste gel 28x beraber de 210. Buradan x beraber de 3 eləyir. Ve buradan deyir qarışığın həcmini hesablayın. Deməli, uşaqlar, bu da 3'dür. Bu da 3'dür ve bu da 3'dür. Cəmi 9'dur mu? Cəmi 9'dursa orada yazacaq 9 vur. 22,4. Onu da tapacaq. 201 tam 16. Və 49'a baxaq. Tərkibdə eyni mol miqdarda. Və bu da 49'da 48'lə eynidir. Aha, indi keçdik 50'ye. Normal şəraitdə bərabər həcmdə götürülmüş azot və karbon qazından ibarət qaz daşının. Azot və karbon qazı. Bərabər həcmdə götürmüş. Bərabər həcm həm də bərabər mol miqdarı deməkdir. Ne deyir bizə? Helyuma görə nisbi sıxlığını tapın. Şunlar nisbi sıxlığı hesablamaqdan ötürü biz birinci orta molar kütlə hesaplamalıyıq. Orta molar kütləni hesablayaq. M orta bərabər. Bir düsturumuz var. mu1 m1 plus mu2 m2. Böl mu1 plus mu2. Buradan mu1 m1 yani x vur 28 plus mu2 m2
x1 44. Və buradan məxrəcdə isə x plus x 2x. Və buradan deməli 44-ün üstünə 28 gələndə eləyir 72. 72-ni də 2-yə böləndə 36 qalır. Deməli, orta molar kütlə. 36-nı da hidrogenə görə deməli, heliuma görə nisbi sıxlıq tapanda böləcəyik 4-ə eləyəcək 9. Və 51 eynən bunun kimidir. 52-ci suala baxaq. 52-ci sualda uşaqlar sıxlığını veribdir bizə. Sıxlıq bərabərdir mr böl 22 tam 10/4 bərabər 2/5. Buradan mr-i hesablayırıq ki, bu deyil 56. Uşaqlar, mr-imizi tapaq. 14 qramındakı molekul sayını deyir tapın. 14 qramında neçə molekul var? Və bildiyimiz kimi 56 qramında altdan %2 vur, onsuz da 23 molekul var. Molekulun adından altdan %2, onsuz 23 yazırıq. Buradan tənasübü tapırıq. 54-cü sual baxaq. Burada deyir ki, maddələr verilibdir 2 dənə bizə. Atomların sayı verilib. A. Atomları biz görürük ki, burada 2 dənə də atom. Burada isə 2 plus 2, 4 dənə. Amma görürük ki, eynidir. Neyniyək ki, eyni olsun bunları. Burada 2 dənədir, burada 4 dənə. Bunu 2-yə vururuq. 2, 4 olsun. Burada onsuz da 4 dənədir. Ona görə moli bu 2 olur, bu 1. Və mol nisbəti 2-nin 1-ə. Cavab olacaq. Bir variant. Həmçinin 55-də eynən bunun kimi. Və keçdik 56-cı suala. Bizə deyir ki, hər üç qabda CO qazı əlavə edəcək. Baxın, burada N2 ilə burada CO əlavə edirik. Burada O2 ilə burada CO əlavə edirik. Burada CH4 ilə burada CO əlavə edirik. N2 28-də oraya 28 əlavə edirik və dəyişməz qalır. Bildiyimiz kimi emirləri bərabər olan qazları qarışdıranda orada orta molar kütlə dəyişmir. Burada da qalır elə 28. Burada 32-dir, 28 əlavə edirik. Təbii ki, bunların ikisinin ortasında bir rəqəm alınacaq. Yəni, məsələn, 30 deyək, tutalım. 30. Burada 28-i əlavə edirik, burada 16-dır. Bunların ikisinin ortasında rəqəm, məsələn, deyək 20. Bunların ortasında olan bir rəqəm alınır. Hər hansı bir rəqəm. 21 də ola bilər, 25 də ola bilər və s. Əsasında səbəb ki, 28 alınmır. Bizə də deyir ki, hansında orta molar kütlə CO-nun orta molar kütləsini bərabər olsun. 28 CO-nun molar kütləsi. Burada 30 alınır, burada 20 alınır. Bunu yalnız bunu seçək. Və 57-də eynən bundan onu da özünüz həll edərsiniz. 58-ə baxaq. 58 tipdə bayaq var idi. Sıxlığı metan sıxlığından 2 dəfə çoxdursa, o demək ki, emir də metandan 2 dəfə çoxdur. Yəni 32. Və 9,6 qramın həcmi. 9,6 qramın həcmi neçə litrdir? Biz də bilirik ki, 32 bunun eməkdə, bu da 22 qram, bunu da 4. Tənasibi həll edir. 59-a baxaq. Deməli, bu qazları verilib. Normal şəraitdə hansı qazı əlavə etdikdə qarşılıq sıxlığı dəyişməz. Burada emiri hesablayaq. 12 plus 2 plus 16. Deməli, 12, 2, 16. Eləyəcək 30. Bu oldu 30. Və bunun da emiri 30-dur. Demək, dəyişməz deyirsə, emiri 30 olan qaz əlavə eləməliyik. Orta molar kütlə və yaxud da sıxlıq dəyişməsin deyə emiri eyni olan qaz əlavə eləməliyik. Ona görə də 30 burada N oldu. Həmçinin 60 eynən onun kimidir. 61-ə baxaq. Deməli, burada baxın kütlələri eyni verib. Deməli, bizim kütlə ilə bir işimiz yoxdur. Sabit olan şeylə nə işimiz olacaqdır bizim? Sıxlığını veribdir və molekul sayını. Sıxlığın münasibətini verib, molekulun münasibətini istəyir bizə. Biz də baxırıq ki, düsturumuz əlimizdə olan budur. M bölü E bölü M, V bölü Vn, Vn və N bölü N-ə baxırıq. Və baxırıq ki, burada N var, amma rho yoxdur. Necə eləyək rho-nu? Baxın, belə bir düsturumuz var. Rho bərabərdir N bölü Vn. Yəni, buradan M-i tapsaq, Vn vur rho. Burada M-in yerinə Vn vur rho qoyaq.
ve n vurur. Emin yerine. Ve baxırıq ki, bunlar bir-birinə vurulanlar necə mütənasibdir? Min dəfə demişik ki, bir-birinə vurulanlar tərs mütənasibdir. Ona görə də əgər burada rho 1 böyüksə, deməli n1 ən kiçik olacaq. Bu formada rho 2 ortalıqdadırsa n2 də ortalıqda olacaq və y variantı. Həmçinin 62 də eynən bulunandır. Özünüz taparsınız. Keçdik 63-cü testə. Burada deyir ki, doğru deyil. Baxın, burada həcm böyükdür. Getdikcə həcm balacalaşır. Həcm balacalaşanda təbii ki, sıxlıq necə artır. Çünki həmişə həcmlə sıxlıq tərs mütənasibdir. Kütlə azalır deyir. Baxın, buraya heç bir şey əlavə etməmişik və buradan heç bir şey çıxartmamışıq. Ona görə də kütlə dəyişməz qalır. Ona görə səhvləri istədiyinə bunları götürür. Mol miqdar dəyişmir. Baxın, yenə də heç nə əlavə etməmişik və heç nə çıxartmamışıqsa, deməli burada mol miqdar təbii ki də dəyişmir. Su olduğuna görə götürürük və səhv olanları götürürük. 1 və 2 A variantı. 64-ü özünüz tapın. Keçdik 65-ci suala. Deməli, qazlar verilir. X havadan yüngül, Y havadan ağır, havadan yüngül Z, havadan ağır T. Nə deyir? Bir-biri ilə reaksiya girməyən X, Y, Z, T qazlarından hansılarını səndən nisbətdə qarışdırdıqda alınan qaz qarışının orta kütləsi 29-dan kiçik olar. Aha. İndi istənilən nisbətdə qarışdırsa. Uşaqlar, baxın, 29-u almaqdan ötürü biri havadan yüngül olmalıdır, biri havadan ağır olmalıdır. 29-dan orta molar kütləsi 29-dan kiçik olur. 29-dan kiçik olması üçün istənilən nisbətdə. Aha, yəni 29 olması üçün biz birin 29-dan yüngül, birin 29-dan ağır götürməliyik da. Məsələn, belə deyək, biri 20-dir, birin emri 36-dır məsələn. Bunların ortalığının ortasında 29 var da, bunları götürsək hazırlaya bilərik. Bizə deyir ki, 29 olmasında istənilən halda 29-dan balaca olsun. Əgər biz hər ikisini havadan yüngül götürsək, məsələn, birin götürürük 20, birin götürürük 28. Bunların ortasında 29 yoxdur. İstənilən halda havadan kiçik olacaq. Yəni, X və Z-i götürsək, havadan kiçik olacaq. Keçdik 66-cı suala. 66-da deyir ki, sıxlığı rho 1. Digərinin sıxlığı rho 2-dir. Kütləsi M1, digərinin kütləsi M2. Mol miqdarı nö1, digərinin mol miqdarı nö2. Bunları qarışdırırıq və nə doğrudur? İndi, uşaqlar, baxın. Əgər biz desək ki, hidrogenimiz var, hidrogenimiz 2 qram tutaq ki, oksigenimiz var, 32 qram tutaq ki. Bunları qarışdırırıqsa, biz deyə bilərik ki, 34 qram qaz qarışığı aldıq. Yəni, kütlələri toplaya bilərik. Desək ki, 1 mol hidrogenimiz var, 1 mol oksigenimiz var. 2 mol qaz qarışığımız var. Molları cəmləyə bilərik. Amma sıxlıq belə kəmiyyət deyil ki, cəmləyək. Ona görə 1 və 2-ni götürə biləcəyik. 67-ci suala baxaq. Deməli, sıxlıq A-dır deyir. Rho bərabərdir. Ml böl 22.4 bərabərdir A-ya. Ml-in əvəzinə nə qoyuruq? Buna baxın. Bunun ml-ini hesablayaq. 12n üstəgəl. 1 vur 2n plus 2. Yəni 2n plus 2. Yəni cəmi eləyəcək nə? 12n 2n. 14n plus 2. Burada ml-in əvəzinə qoyaq. 14n plus 2. Buradan 22.4 və buradan bərabər A-yız. Və həmçinin burada ixtisara gedəcək. Burada surətdə 2 çıxacaq mötərizə xaricinə. Olacaq 2, 7n plus 1. Məxrəcdə olacaq 22.4 bərabər A-ya. Bərabər A-ya.
Burada ixtisar gedib 11 onda 2 qalır. Və nə edirik burada? Deməli, 11 onda 2a bərabərdir 7n plus 1. Buradan da n bərabərdir 11 onda 2a çıx 1 böl 7. Və D variantı. Eynən bundan da 68 bundan nisbətən asandır. Özünüz həll edərsiniz. Bu nisbətən o birisindən asandır. 69'a baxaq. Deyir ki, bizə normal şərtdə qazların sıxlığının onların molar kütləsinə. Baxın, rho bərabərdir. Mr böl Vm. M böl Vm. Yəni, rho M-dən düz asılıdır. Təbii ki, ona görə D variantı. 69'u dedik, 70'i özünüz tapın. 71'e baxaq. 72'ni özünüz əldə edərsiniz ya da 72'ni əldə edək. Deməli, bu belə. Müəyyən temperaturda sabit həcmli qabda CH4 var. Və CH4'ə deyir 1 mol hidrogen əlavə edib birinci qaz qarışığını. CH4'ə 1 mol hidrogen əlavə edirik. O olur birinci qaz qarışığı. Sonra 1 mol C2H6 əlavə edirik. Bu olur ikinci qaz qarışığı. İndi baxırıq buna. Bu 16'da emeri. Burada orta-molar kütlə hesablamalıyıq. Yəni necə hesablayırıq burada? 16 plus 2 böl 2. Niyə böldük 2'ye? Düsturumuz var. Ha, növ 1 M1 plus növ 2 M2 böl növ 1 plus növ 2. Bunun 1 mi oldu? Bu da 1 mi oldu? Ona göre 2'ye böldük. Bu 16'dır. Bu da 2'dir. Ona göre surətdə 16 plus 2'yi yazdık. Bu da eləyəcək bərabərdir 9'a. Oldu 9. İndi burada 16 plus 2 plus 30. 16 plus 2 plus 30 böl 3'e. Çünki arasından 1 mi oldu? Ona göre 3'e bölük. Məhz bu düstura göre. Bərabər. 18, 30, 48 böl 3, 16. Böləcək 16. Deməli, CH4'ün ikinci qaz qarışığı bərabərdir. Onda deməli, belə eləyəcək. CH4'lə ikinci qaz qarışığı hansı variantı olur? Şimdi variantı özünüz seçərsiniz. Deməli, siz belə deyirsiniz. CH4'lə bərabərdir ikinci qaz qarışığı. Birinci qaz qarışığı isə onlardan kiçikdir. Bu variantı seçəcək. Silək görək hardadır bu variant? CH4 bərabərdir ikinci qaz qarışığına və onlar da kiçikdir. Yox. Onlar da böyükdür birinci qaz qarışığına. Çünki onlar da böyükdür. Deməli, CH4 ilə ikinci qaz qarışığı 16'dır da bərabərdir. Birinci qaz qarışığı isə onlardan təbii ki də kiçikdir. Belə olacaq. CH4 bərabər ikinci qaz qarışığına, bunlar ise böyükdür. Birinci qaz qarışığına, yəni birinci qaz qarışığı onlardan kiçikdir. 9'da axı birinci qaz qarışığı. Yeni variant olacaq nə? Təbii ki də D variantı. Belə. Ondan sonra keçdik 73-cü suala. 73-cü suala. Bu da olacaq. Hansı qarışıqda oksigenin kütlə payını artırdıqda qarışığın orta-molar kütləsi azalır? Hansı qarışıqlarda oksigenin kütlə payı artırdıqda qarışığın orta-molar kütləsi azalır? Aha. Deməli, burada nədir? 28 budur, 32 budur. Toplayıb yarıya böləndə bunları. Toplayıb yarıya böləndə 30 eləyir. Burada. Deməli, 28 plus 16 eləyəcək. 44. 44'dür. 32'dir. 44 ilə 32'nin cəmləyəndə 76 eləyir. 2'ye böləndə 38 eləyir. Bunların ortası olacaq 38. 38. Sonra bu 28'dir, bu 32. 28, 32.
Toplayıp yarıya böləndə 28-ni 32-ni eləyir və 60-ı yarıya böləndə eləyir 10. İndi nə deyir bizə? Bizə deyir ki, oksigenin kütlə payını artırdıqda qarşılıq atomlar kütləsi azalır. Məsələ burada nədir? Oksigen, baxın, oksigen burada budur, burada budur, burada isə budur. Burada oksigenin orta molar kütlədən çoxdur. Ona görə bunu artırsaq, orta molar kütlə artacaq, azalmayacaq. Bu səhvdir. Burada 32 orta molar kütlədən azdır. Ona görə bunu əlavə eləsək, azalacaq. Bizə azalan lazımdır. Burada da oksigen orta molar kütlədən çoxdur deyə artacaq. Ona görə yalnız 2-ni götürəcəyik. B variantı. 74. Deməli. CO2 verilib bizə və bizə oksigen verilib. Burada deyir ki, bir karbona 5 oksigen düşür. Baxın, bir dənə karbona burada görür ki, 4 oksigen düşür. 5 olması üçün uşaqlar. Bunu 1/5'e vuranda bu 3 eləyir. Bu da 2 elədi 5. Deməli, bizim əlimizdə var 1 mol CO2 və 1/5 mol O2. Nə edirik? Heliuma görə nisbi sıxlığı tapmaq üçün orta molar kütlə tapmalıyıq. M orta bərabər mu1 M1 4 plus 32'ni 1/5'e vururuq. Böl 1 plus 1/5, yəni 2/5. Buradan tutduğumuz rəqəm nədirsə, onu heliuma bölürük, yəni 4 zaman. Belə. Sonra 75. 75'te deyir ki, qarşığın orta molar kütləsi bu qədərdir. Yəni 7/6 bərabər CH4 X faizdir. H2 isə Y faizdir. Mol pay. Bizim də düsturumuz belədir. M orta bərabərdir. Phi1 M1 plus Phi2 M2 böl Phi1 plus Phi2. Deməli, Phi1'imiz X-dir da. Və burada da təbii ki, böyle ki, Phi1 plus Phi2 nədir? X plus Y da. Yəni, belə olacaq. M orta belə olacaq. X M1 plus Y M2. Bu da X plus Y. X plus Y də bilirik ki, bərabərdir 100'ə. Deməli, burada nə edirik? X-i saxlayırıq, Y-in əvəzinə 100 çıx X qoyuruq. X-i saxlayırıq. X vur M1, yəni CH4'ün M1 16. Üstə gəl. Y-in əvəzinə. Y-in əvəzinə. X çıx, 100 çıx X qoyuruq. 100 çıx X vur. Deməli, bunun M1 2. Deməli, məxrəcdə də təbii ki, 100'lü də bilirik. Buradan X-i və Y-i, X-i tapırıq və 100'dən də çıxır, Y-i tapırıq. Belə. Sonra 76'ya baxaq. 76'da deyir ki, qarşılığın tərkibi C2H2, C2H4, C2H6'dan ibarətdir və kütləsi 174'dür. Qarşılığın yanmasından 12 mol CO2 alır. Biz bilirik ki, bu karbohidrogenlərin hər biri yananda karbon qazı və su alır. Alınan karbon qazı 12 moldursa, deməli, həmin bu qarşılığın da içində 12 dənə karbon var imiş. 12 dənə karbon, bura bir qıraqdan yazırıq ki, 12 dənə karbonumuz var bizim. İndi hidrogen tapacağıq. 12 dənə karbon, 12'ye vuranda boylu 144. 144 qram deməli, bunun içində karbon var. Bunun içərisində 144 qram karbon var. Çıxanda 30 qalır. Yəni 30 da hidrogen aiddir. Hidrogen də 30 həm qramıdır, həm də 30 dənə sayıdır. 30 plus 12, 30 hidrogen, 12 karbon cəmi eləyir. Qırlar. Sonra keçdik 77'yə. 77-ci sual necədir? Deməli, bu maraqlı sualdır. Daha maraqlı sual, daha doğrusu uşaqlar.
CH4 və CH6 qazları qarışımı helyuma görə sıxlığı qarışıqdakı metanın mol payından asılılığını müəyyən edir. Qarışığımız da bunlardan ibarət. Deyir ki, metanın mol payından asılıdır. Əgər bizim qazımız CH4-dən ibarətdirsə, bunun hidrogenə görə sıxlığı olardı 16/2, 8. CH6-dan ibarət olsaydı 30/2 hidrogenə görə deyirik 15. Deməli, bizim 15 ilə 8-in arasında gedib gəlməlidir qrafikimiz. Bu deyil, bu deyil, bu deyil. İndi deyir ki, metanın mol payına baxırıq ki, metan bunun içində emeri az olan. Dediyim kimi, bu nəyə oxşuyur uşaqlar? Təbii ki, metanın faizi çox olanda, sanki sinifdə yaxşı oxuyan uşaqların deməli 15 hesab eləyək də yaxşı oxuyan uşaqlar. Burada bunun CH6-ın faizi çox olanda sinifdə yaxşı oxuyanların faizi çox olur. Amma pis oxuyanların faizi çox olanda sinifin faizi aşağı düşür sanki. Ona görə metandan tərs asılır. Metan çox olduqca faizi aşağı düşür. Ona görə cavab olur B. Və sonra keçirik. 78 asandır. 79-u keçərək və 80-də onun kimidir. 79-u deməli uşaqlar. Burada 5 dənə nöqtəmiz var bizim. 1, 2, 3, 4, 5. Və burada CO2'miz var bizim. Və oksigenimiz var bizim. Deməli. Burada birinci nöqtədə CO2'miz 100'dür, O2'miz 50'dir. 100'ün 50'ye. İkinci nöqtədə 100'ün 300'ədir. 100'ün 300'ədir. Üçüncü nöqtədə 200'ün 100'ədir. 200'ün 100'ədir. Dördüncü nöqtədə 50'nin 150'yedir. Beşinci nöqtədə 300'ün 150'ye. Baxın 300'ün 150'ye. 300'ün 150'ye. İndi bunların nisbətlərini tapaq uşaqlar. Başqa rəhlə yazıram ki, bilinsin. Deməli, burada 100'ün 50'ye nisbəti o deməkdir ki, 2'nin 1'ə nisbəti. Sonra 100'ün 300'ə nisbəti o demək ki, 1'in 3'ə nisbəti. Burada da 200'ün 100'ə nisbəti, 2'nin 1'ə nisbəti, 50'nin 150'ye 1'in 3'ə nisbəti, 300'ün 150'ye 2'nin 1'ə nisbəti. Bu belə. İndi baxırıq ki, hansı nöqtədə D helyum 10'dur. Yəni helyuma görə nisbi sıxlıq, ona bərabərsə, deməli bunun emeri 40'dır, düzdürmü? Biz emeri 40 olan malyar kütləsi, orta malyar kütləsi 40 olan qarşılıqlar. Gəlin yoxlayaq. Birincidən başlayaq yoxlamağa ki, birincidən neçədir? Baxın, məsələn, bundan başlayaq. M orta bərabər V1M1 plus V2M2 böl V1 plus V2. Bu da bərabərdir. Bərabər. V1M1 yəni 2 vur 44. 2 vur 44. Üstə gəl. 1 vur 32. Biz niyə belə elədik? Böyük rəqəmlərlə nisbətən çətin olar deyə belə elədik. Sonra 2 plus 1 də 3. Bunu yazırıq. Bərabərdə şunlar burada eləyir cavab 40. Ona görə biz bütün 2'nin 1'ə nisbəti olan cavabları götürürük. 1, 3 və 5. Və 80 də eynən bunun kimidir.